O 15-ci əsrin Florensiyasının ən ağıllı beyinlərindən biri sayılırdı. Amma elə bu zəkası onu təhlükəli etmişdi. 1512-ci ildə Medici ailəsi qayıtdı və bütün respublika yıxıldı. Yeni hökmdarlar gələndə köhnə ideallar susmalı idi. Machiavelli, bir vaxtlar gücün içində olan adam, indi xəyanətkar damğası ilə zindana atılmışdı. Ona işgəncə edirdilər, hər gün sorğulayır və döyürdülər. Amma o sustu. Sonra azad olundu. Azad, amma qırılmış. O, Florensiyadan 15 kilometr uzaqda Sant Andrea kəndindəki kiçik bir evə çəkildi. Bir zamanlar Avropanın saraylarında qanunları yazan insan, indi öz tarlasında torpaq belləyirdi. Amma bu onun sonu değildi, bu başlanğıc idi. Hər səhər gün doğanda Machiavelli torpağı becərər, axşam isə evinə çəkilərdi. Kənd həyatında bir növ təvazö tapmışdı. Amma gecələr o bir başqa dünyaya girirdi. Öz yazılarında deyir: "Gecələr köhnə paltarımı çıxarıb saray libasımı geyinirəm və qədim filosoflarla danışıram." O, Liviyin Roma tarixinə baş vurur, Cicero'nun nitqlərini oxuyur, Platonla mübahisə edir və nəticə çıxarırdı. İnsan dəyişmir. İdeallar keçicidir, amma güc və qorxu əbədidir. Bu illərdə o tarixdən bir qanun çıxardı. Onu sonradan Machiavelli qanunu adlandırdılar. Hakimiyyət yalnız qorxu və hörmət arasında tarazlığı qoruya bilənlərin əlində qalır. Ona görə siyasət əxlaqdan ayrı bir elm idi. Burada xeyir və şər yox idi, sadəcə nəticə vardı.